Salam, hörmətli abituriyentlər. Mesopotamiya, Şumerlər haqqında danışacağıq. Əvvəlcə Şumerlər haqqında danışaq. Mesopotamiya bölgəsi ki var, bu bölgə iki çayın arasındakı bölgə idi. Ona görə bura Mesopotamiya deyirdilər. Meso, orta, ara deməkdir. İki çay arası. Əgər xatırlayırsınızsa, mezolitdə də biz deyirik mezos, orta, litos, daş. Mezo, orta deməkdir. İki çayın ortası, iki çayın arası. Mesopotamiya. Şumerlər bölgənin yerli sakinləri deyildilər, burada yaşayan Şumerlər. Onlar eradan əvvəl 7-6-cı minilliklərdə Mərkəzi Asiya və Altay dağları ətəklərindən bura gəlmişlər. Mərkəzi Asiya və Altay dağ ətəklərindən bu bölgəyə gəlmişlər. Şumerlər Mesopotamiyanın cənub hissəsində məskunlaşmışdılar. Baxın, Mesopotamiyanın bu hissəsində məskunlaşırlar, cənubunda. Ona görə də bura Şumer ölkəsi adlanırdı. Çox vaxt abituriyentlər elə bilirlər ki, bütün Mesopotamiya Şumer ölkəsi deyirdilər. Xeyr, Mesopotamiyanın cənubuna Şumer ölkəsi deyirdilər. Eradan əvvəl 4-cü minillikdə Şumer şəhərləri yarandı. İlk şəhər Eredudur. Eradan əvvəl 4-cü minilliyin sonu, 3-cü minilliyin əvvəllərində Şumer şəhərləri şəhər dövlətlərə çevrildilər. Yəni biri var şəhər, bir də var şəhər dövlət. Şəhər dövlət odur ki, yəni bu bir şəhərdir, amma özünün hökmdarı var, özünün ordusu var şəhərin. Şəhərin özünün mühafizəçi dəstələri var. Şəhərin özü puldan istifadə eləyir. Yəni bu şəhəri dövlətə oxşadan xüsusiyyətlər var. Ona görə biz buna deyirik şəhər dövlət. Yəni 4-cü minillikdə Şumer şəhərləri yaranır. 4-cü minilliyin sonu, 3-cü minilliyin əvvəllərində isə onlar şəhər dövlətə çevrilir. Hər şəhər dövlətin öz hökmdarı və hakimiyyət orqanı, qanunları, məhkəmə sistemi, ordusu var idi. Ona görə şəhər dövləti idi. Şumer şəhər dövlətini ağsaqqalların içindən seçilmiş En adlı kahin idarə edirdi. Müharibə vaxtı şəhər dövlətini hərbi başçı, yəni Lugal idarə edirdi. Sonralar Ens rütbələrini də ələ keçirdi həmin bu Lugallar və hökmdara çevirdilər özlərini. Mesopotamiya eradan əvvəl 24-cü əsrdə Sargon tərəfindən tutularaq Akkad imperiyasının tərkibinə keçdi. Bu Sargon, Manna mövzusunda danışdığımız Sargon deyil ha. Bu başqa Sargondur. 24-cü əsrdə gəlib Mesopotamiyanı tutur və burada Akkad hakimiyyətini qurur. Akkad dövlətinin hakimiyyətini qurur. Eradan əvvəl 22-ci əsrdə isə bizim Kutilər, baxın buradan Urmiya gölü hövzəsindən Mesopotamiyaya gələrək Mesopotamiyada hakimiyyət qururlar və 100 il buranı idarə edirlər. Eradan əvvəl 3-cü minilliyin sonunda Şumer şəhər dövlətləri öz müstəqilliklərini itirirlər. Şumerlərin elmi yeniliklərinə dair. Onlar ilk tunc alətlərinin hazırlanması ilə məşhurdular. İlk təkər, duluz çarxı, nəqliyyat sayılan arabalar onların kəşfidir. Dama oyunu, yəni şaşki. İlk dəfə memarlıqda tağ üsulu və sütunlardan istifadə. İlk şəkili yazı, eradan əvvəl 4-cü minillik Uruq şəhəri. Eradan əvvəl 3-cü minillikdə mixi yazı. Adamlar mixi yazıdan istifadə edirlər, okey? Bunlarda hieroglif olmayıb. Şəkili yazı, sonra keçiblər mixi yazıya. İlk məlum xəritə eradan əvvəl 3-cü minillikdə gil lövhə üzərində hazırlanmışdı. İlk dəfə 1 saatı 60 dəqiqəyə bölmüşdülər. 60-lıq hesablama sistemidir bu. Onlar bacarıqlı riyaziyyatçılar idilər. 10-luq hesablama sisteminin, həmçinin 60-lıq hesablama sisteminin ixtirası, dairəni 360 dərəcəyə bölürdülər, ulduzları müxtəlif bürclərə ayırırdılar, bürclərin qrafiklərini tərtib edirdilər, ay və günəş ilinə əsaslanan təqvimlər hazırlayırdılar, ili aylara bölürdülər, ay və günəş tutulmalarını müəyyənləşdirirdilər. Yəni bu adamlar qədim dünya üçün çox böyük iş görüblər. Biz yəni buna görə keçirik Misiri, Şumeri. Başa düşürsünüz? Şumerlər çox tanrılı və dindar idilər. Tanrılarını göy, səma, yer və yeraltı tanrılara ayırırdılar. Bunların baş tanrısı An, əsas tanrı idi. İlahə və bərəkət tanrısı isə İnanna idi. Bu şəkildə isə siz zikkuratı görürsünüz. 3, 5 və ya 7 mərtəbəli olurdu. Ən hündür pilləsində, baxın, burada ulduzları müşahidə etmək üçün bir
yer olurdu. Bu Şumerli bir şəxsdir. Yəni Şumerlilərin görkəmi bu formada olub. Və bu da bir Şumer şəhər dövlətinin dron görüntüsü deyə bilərik. Təqribən bu formada olub. Burada gördüyünüz isə zikkuratdır, dəyərli abituriyentlər. Sadəcə bu şəkilləri burada verməklə istədim ki, sizdə bir təsəvvür yaransın Şumer haqqında. İndi isə ya Allah, başlayın dərsi oxumağa. Ümid edirəm ki, dərs sizin üçün asan olacaq. Hələlik.